Salam. Canlaşdım, canlı donup eşine düşmeyip. Ben buradan Rəşadadı sözüm bugün. Evet, şerefsiz. Oturursan orada burada danışsan palojnasıydı, palojnasıydı. 1000 dəfə demişəm, 1001 də deyim. Palojnası olan adama deyirlər ki, bu qədər vaxt bunu doğmalısan. Qardaş deyib şey eləmirlər. Bax, indi taksi şoferlərindən pul alsan orada. Zəhmətkeş insanlardan pul alsan. Verməyin bunlara pul. Bu səhvdir bunlar mənimlə. Bunların götü üçündür məndən görüşməyə. Bunlar qorxaqdılar. Bir də mən üçün deyirsən, bu budur. Asıb burada ağadmıram. Heç nə demirəm. Hamısı yalandır, üzbəüz üzvə vuracam. Prosta biraz ged arxaya, Lənkərana. Kitabı bir an vərəqlə biraz kesmişə, bir an belə boylan. Bax, başa düşərsən nə demək istəyirəm. Xəbərsizsən sən. Bildin? Buna bir daha sual danışanda bu belədir. Nə sual vermişsiniz? Yaxşı, bu Turanın üzünə niyə demişsiniz? Turaldan niyə qaçırsınız? Bizə məndən niyə qaçırlar? Mənə olan borcu, səhvi qəbul eləsələr, mənə versələr, bu ki, haqsız yerə, o cəmaatdan pul yığırlar, o etibarı, o güvəni sezirlər, bunların biznesi öləcək. İndi bu dəqiq o pulu mənə verməzlər, amma biraz da söhbət yubansa deyə 2 ay, 3 ay, hətta bunlar məni susturmaq üçün lap 2 milyon, 3 milyon pul verərlər. Bilirsiniz niyə? Çünki var, mənə versinlər, əlində olan biznesləri, haqsız biznesləri, ya, cəmaatı yalan palana, gedin vardan alın. Niyə zəifdən alırsınız? Niyə kasıbdan, kimsəsizdən alırsınız? Onlara da deyir, mənə bugün pul versələr, onlar deyəcəklər ki, onlar bunlara etibar eləməyəcəklər. Deyəcəklər, filan kisə söz vermişdin, əmək eləyənmədin. Sabah nə bilək, bizə verdiyin söz əmək eləyə bilərsən. Onlar da nə söz verirlər, nə problemimiz olsa it-qurt hamısını həll eləyəcək. Heç nə həll eləyə bilməyəcəklər. Bugün söhbət çatıb ki, 50.000 dollar avans verir, sonra işi görəndən sonra verir. Mənim işimi görəndən sonra da ne kim görəcəksə, görmək istəyirsə, görə bilməyəcək kimi o ayrı söhbət o heç. Bir də ki, it-qurt söhbətin bağlayır, söhbətə baxın. Oğru hara, it-qurt söhbətin bağladara. Pul cəhənnimdə, indi verdən, haram pul ondan bundan minlə alırlar da. İt-qurdu sən necə bağlayırsan? Deyib, Moskvada nə problemimiz odur, bağlayırım. Onun sözlərinə fikir verin, görürsünüz ki, bu osturaqsıdır. Yenə deyirəm, oturub bəzi insanlarla söhbət edib ki, bu budur. Götürək at. Söymək istəmirdim, məcbur eysən. Siz mən necə qarşıladınız, mən necə xidmət ediniz, mən necə qulluq ediniz. Mənə 5 gün, 4 gün, 5 gün orada qaldım, 5-6 gün. Mənə şofer belə verməmişdiniz. Bəhruz Mahar istəyində gəlib mən aparmırdı. Deyirdim ki, Lelinə getmək istəyirəm. Bəhruz tap gəldi. Bəhruz yaxşı bir restorana mən apar. Və bu dəqiqə qardaşım gəlirdi. Bəhruza bir söz demirəm, amma pisli insandır. Salam aleyküm ol. Aidiyyəti yoxdur söhbətin ona. Sadəcə mənim qulluğumda maşın belə vermişdiniz. Verməmişdiniz. Dedim, oteldə qalmaq istəyirəm, evdə qalmaq istəyirəm. Mən sizin bir yaxşı yerdən yaxşı ev tapmadınız. Bunlara cavab verir. Yox, Tura budur. Mənə nə deyirsən, hamısı sənsən, bax sənə faktla deyirəm, yalanla yox. Ged Lənkərana. Keçmişi vərəqlə bir dənə belə boylan. Sən heç kimsən. Murad, şərəfsiz, cındır. Yalancının şahidi. Bu nə deyir? Bu Murad da təsdiqləyir. Utanmırsan, cındır. Səndə utanmaq var. Məndə də günah. Sən adam bildim, kişi bildim. Sən qəhbəymişsin. Yenə deyirəm, Rüfət, bunların üçü də qəhbədir. Subut da eləyəcəyəm. Söhbətin nöqtəsini də qoyacağım. Axıra kimi də gedəcəm. Mən heç vaxt düz istəmərəm. Heç vaxt. Başımı kəsə bilərlər, öldürə bilərlər, güllələyə bilərlər. Amma məndən üzr istədə bilməzlər. O bilərlər xəyaldır da. Qoy bu ümidlər olsun. Onu da bacara bilməzlər. Bunlar kimdilər, hə? Bunlar kimdilər ki, mənə siləsinlər? Yenə deyirəm, bunlar səhvdir. Oyanın. Orada haqsız yerə, halal zəhmətçi bunlara verməkdənsə, mən Varovskoy deyirəm, mən Lotu deyirəm, mən Oğuz deyirəm. Gedin üstünə birləşin, deyin ki, siz şikayət eləyəcəm. Onda dayanacaqlar. Və yaxud da deyin ki, biz sizə bu ay pul verməyəcəyik. Səbəb odur ki, Tural'la söhbət eləyin, Tural'la get söhbətçisi bağlayın, görək haqsan, Tural'a güc gəldiniz, biz pulu verək. Görürsən, mən qorxaq olsaydım, bunları daha da öz üstümə qızışdırıram da. Gəl hərəkət elə də. O dalımca dediklərimi mənə üzümə deyənməzsən, sən o qədər ömrün çatmaz. Sənə vaxtımı da deyirəm. 7 noyabr, 11 noyabra qədər
Eğer üzr istəməsiz, səhvsiz boynunuza almasınız, ondan sonra kim nədir biləcək. Birinci düşmənin gücün bil sonra döyüşəcək. Siz məni tanımırsınız. Sən qəhbəsən Rəşad. Moskvada 4 dənə evim var. Hardandır o ev? Hardandır o 4 dənə ev? Hardandır? Şimdi deyirəm, kimlərə oturub söhbət eləyib, o stolda əvvəl mənim doğru olduğuma inananlar var idi də, onlara yalan palan danışıb. Bax, indi mən o danışdığı yalan palanları da bilirəm. Deyirəm, yəni nə danışıb. Tural belədir, palojnasıdır. Palojnası olan adama şofer vermirlər, istədiyi yerə şofer aparmır. Deyir, oteli bəyənmirəm, ev tapın, düşüb mən üçün ev tapmırlar. Deyirəm, gələ mənim qeydiyyatımı həll elə, mənim pasportumun qeydiyyatını eləmirlər. Yəni, bir sözlə, bunlar mənim qulluğumda dayanıb. Hə? Bunlar əgər deyirlər ki, mən qəhbəyəmsə, qəhbənin qulluğunda dayanan da qəhbədir, onda sən də qəhbəsin. Amma mən qəhbə deyirəm, mən kişiyəm, siz qəhbəsiz. Çünki nə söz danışdıqsa, onun 35% artığını mən elədim, 0% eləyənmədiniz. Sözü yiyən qəhbələr. Yenə deyirəm, birinin nəyinəsə toxunmaq istəyirsənsə, özünü bir dənə o tərəfdən yoxla, gör bir növrən sağlamdır, yoxsa yox. Ondan sonra get toxun. Bu bir. İkincisi də, sizin sonunuz gəldi çatdı. Nə vaxta kimi belə haqsız gedədiniz. Üçüncüsü də, platformaya oğru söhbətə çıxmırsa, Rüfət Rəşadla Muradı o səbəblə buraxmış ki, bilir ki, onları sındıracağım, əzəcəm onları. Onlar səhv çıxsa, Rüfət səhvdir. Etibar ölür, şan şöhrət ölür, ad ölür, san ölür deyə. Məcbur feylə. Bir də bazar, o taksi işləri, əldən pul çıxır deyə. Bunlar deyirlər, bugün Turalı susturaq, pul çıxmasın. Siz o düşüncədəsiniz. Siz hətta ad çəkməyəcəm. Bir nəfər deyib ki, tanıyırsınız onu, amma adını çəkməyəcəm. Çünki tam dəqiqlən bilmirəm. Yəni, düzdür, yoxsa yox, o adamdır, yoxsa o adamdır. O deyib ki, gedin o pulun verin, susturun. Qayıdıb demişsən ki, yox, onun ağzını cıracam, oğrunu söyüb. Mən tutmuşsuz söyüşdən. Birinci oğru stolunda da söhbət aslında söyüş. Söyüşün mənbəyin, səbəbini soruşacaqlar. Ay tipoylar, ay axmaqlar. Rəşad, ged özvə bax, ged Lənkərana. Heç nə yox. 7 il, 6 il, 8 il arası biraz geriyə bax. Özvü tanı, sonra məndən söhbət elə. Səni də cıracam, Murad da cıracam, Rüfət də cıracam. Sizi doğduracam. Siz bu gün hətta mənim ölümə 1 milyon verə bilərsiniz. Bəziləri düşünür, yaxşı 1 milyon verir, 135-i niyə vermir? 1 milyon ona görə verir ki, bu haqsız qazanc elədiyi yerlər sabah onlara etibarı öləcək, inamı öləcək, deyəcək ki, etmə kişi. Bir dənə adamdan söhbət eləyənmədiniz. Yəni, bir dənə adama verilən sözü tuta bilmədiniz. Sağ mənim problemi necə əllə eləyirsən? Bunlar deməli, burada nəyə baxır? Haqqa yox, qazanca baxır, pula baxır. Deməli, belə adamı pulla hər cür oynatmaq olar. Rüfət, özünə də ehtiyatlı ol, düşmən də olsun. Kimsə düşmən də olsan, cındırsan, sən kimsən ki, mənə düşmən olsan. Sabah bunlar pulu ilə səni vurarlar. Elə vuracaqlar da. Çox yaxında, bu da sənin baş verərlər. Rəşad, söhbət qutarıb, hərəkət elə. Hərəkət elə. Murad, sən neysə, ütülədin şalvarları. Bir gün nə bişirmişdin? Özü hörmət eləməyən qəhbələr.